Hoş gördük değerli tamaşaçılar. Günas TV'de açık yorumda sizlerle birlikte olacağız. Canlı yayında. YouTube'dan bizi izleyen değerli tamaşaçılarımız. Elə indidən başlayın. Abone olun. Günas TV'nin saytına, yani YouTube kanalına orada canlı yayının daha çok yayılması için koment yazın, paylaşın ve bizi izleyenlerin sayı çoxalsın. Mövzumuz çok kritik bir mövzudur, çok hassas bir mövzudur. İran artık bu rejim ve onun o kurduğu o zulümden ibarət hegemonisi bitmək üzrədir və getdikcə bu dağılma ərəfəsindədir. Bu artıq şişirdilmiş təbliğat, propaganda söhbəti deyil. Bu gedişata düzgün baxanda, senaryoları nəzərdən keçirəndə biz görürük ki, proseslər bu istiqamətə gedir. Bu günləri İran adlanan ölkənin Sepahın o sözcüsünün öldürülməsi, Bəsicin təhlükəsizlik və yaxud İttilat rəisinin öldürülməsi, bir çox bəsicilərin müxtəlif yerlərdə vurulması və həmçinin İran adlanan ölkənin o cənub bölgələrində, cənub-şərq bölgələrində, Simnanda, Kirmanda, Hormuzqanda, Vazda o zərbələrin, hərbi zərbələrin və bombaların atılması onu göstərir ki, məsələlər çox kritik və həssasdır. İndi bəziləri çalışır ki, bunu müxtəlif yerlərə yozsunlar, bəzi təhlilçilər ayrı-ayrı maraqları gündəmə gətirirlər. Biri deyir ki, bu əslində Avropa ilə İran adlanan ölkənin savaşı kimin dəyərləndirilməlidir? Bu özlüyündə təhlükəli bir məsələdir. Ona görə də Amerikanın prezidenti Trump çox açıq, kəskin və doğru şəkildə deyir ki, biz olmasaq NATO o kağızdan bir kaplandır və sizdə o cəsarət də yoxdur. Əgər var idisə o da keçmişdə qaldı. Özəlliklə bu Britaniyaya yönəlik bir məsələdir. Britaniya bir tərəfdən deyir ki, azad zona olmalıdır Hürmüz boğazında, gəmilər rahat gəlib getməlidir. Amma deyir ki, biz bu prosesə qarışmırıq. Və bir sıra o deyir, maneçiliklər də ayrı-ayrılıqda törədir. İndi onun da nə vaxtsa üzə çıxacaq ki, bunun dərdi nədir? Britaniyanın qurduğu fake, saxta, bugünkü İran adlanan ölkənin o siyasi coğrafiyasının Rızaxanla davam etməsi və sonra da Müsəddiq dövründə 1953-cü ildə o çevriliş eləyərək yenidən Məhəmməd Rıza Pəhləvini bir daha hakimiyyətə gətirilməsi və 1979-cu ilə qədər o rejimin sürdürülməsi və sonra da bu Fars Molla rejimi ilə davam etdirilməsi siyasəti göstərir ki, onların dərdi o bölgənin enerji qaynaqlarını, neft, digər sərvətlərini öz əllərinə almaq və orada saxta bir hakimiyyəti hələ də saxlamaq, onlardakı rəhmi yoxdur. Qeyri-Fars millətləri orada özlərinə kölə eləyib, görürsünüz də bugünə kimi gətiriblər. İndi bu İran adlanan ölkənin dağılma ərəfəsində Güney Azərbaycan mövzusunda biz dəyərli millətimizlə danışmaq istəyirik. Bunlar ciddi mövzulardır. İnanın, sizin üçün adi gələ bilər, bəziləri üçün adi gələ bilər. Bizim elə gedin o 3 ay bundan qabaq, 5 ay bundan qabaq, 1 il bundan qabaq, 1 ay bundan qabaq danışdığımıza biraz fikir verin. Görün, biz o proseslərin ən doğrusunu sizə deyirik. Tarpıtmırıq həqiqətləri, planları başqa yerə yürütmürük. Öz maraqlarımız, məsələ o deyil. Məsələ odur ki, biz millət olaraq, orada yaşayan qeyri-Fars millətləri ayılsınlar artıq. Ayılsınlar və özlərinə dönsünlər. Ayılsınlar, özlərinə dönüb, özlərinə çarə qılsınlar. Bütün dərd bundan ibarətdir.
Yoxsa ki biz məsələn deyək ki, fars dilli mediaları görürsünüz, rus dilli mediaları görürsünüz, erməniləri görürsünüz. Başqa deyək ki, bəzi ölkələr var da, onların siyasi maraqlarına baxanda görürsən ki, elə şeyləri gətirib qarışdırırlar bir-birinə ki, heç ümumiyyətlə o söz konusu deyil. Məsələn, görürsünüz, o Rus başlı adamlar var, məsələn, Kuzey Azərbaycanın mediasında gəlirlər, danışırlar. Bir o tərəfdən deyir, bu tərəfdən deyir. Elə səfih-səfih şeylər ortaya atırlar ki, bir gün nə bilim Təbrizdən danışır, sabah görürsən İsfahandan danışdı. İsfahandan da ona görə danışır, yenə də ayrı bir planın içində. O birisi tərəfdən biri gəlir Kürddən danışır, sonra da baxırsan görürsən, Kürd bu dəqiqə qorxusundan o dağlardan hələ aşağı enməyibdir. Enə də bilmir. O ayrı şey gözləyir. O gözləyir ki, belə hamı onu qucağında gətirsin, əllərində də amma silahlarını da yerə qoymasın. Sonra da baxırsan, görürsən ki, mövzu bunlar deyir, sizin dərdiniz nədir? Bütün dərdlərin hamısı yönəlikdir Güney Azərbaycana. Güney Azərbaycana, baxın, bunu təkrar deyirik. Biz Azərbaycanlılar güclənməyək deyə. Biz Azərbaycanlılar haqlarımızı əldə eləməyək deyə. Biz Azərbaycanlılar dövlətçiliyimizi düşünməyək deyə. Gələcək taleyimizi öz əlimizə almayaq deyə. Rusiyadan tutun, İngiltərəyə qədər gedin, o tərəfdən Hindistana qədər gedin. Görürsünüz ki, eyvay bunlar nə təlaş içindeymiş. Ona görə də biz doğruları sizə çatdırırıq. Doğruları çatdırdığımız üçün də sizlərdən gözləntimiz, bəklentimiz, özəlliklə YouTube'da izləyənlərdən paylaşın, yorum yazın, fikir yazın, bayrağımızın rənglərini ora qoyun, yaşasın Azərbaycan yazın, abunə olun Günas TV-yə, qoyun paylaşsın, qoyun bizə xor baxanlar, qoyun bizi aşağılamağa çalışanlar anlasınlar ki, onların oyunu baş tutmayacaq. Bizim də savaşımız budur da, əlimizdən gələn də budur. Bundan artığı da gəlir, amma prosesin o gedişatı ilə. Biz öz savaşımızı doğru, ədalət naminə, insanlıq naminə, millətimiz, vətənimiz naminə verməliyik. Bu günləri deyirik ki, İran dağılma ərəfəsindədir. Güney Azərbaycan nə etməlidir, nə edəcək, necə edəcək məsələsini biz siz millətimizlə danışırıq. Təbii ki, Sayın Əhməd bəy də bizimlə birlikdə olacaq. Əhməd bəy videoda canlı olaraq görürük, çox xoş gördük Əhməd bəy. Bir çox bizim insanlarımız, tamaşaçılar soruşurdular həm də ki, Əhməd bəy nə vaxt görəcəyik ekranda. Salamlaşın və keçək mövzuya ümumiyyətlə sizin fikrinizi eşitdik. Buyurun. Mən səfərdə olduğum üçün uzaqda olanda stüdyoya qoşulmaq olmur. Onun üçün elə uzaqdan salamlaşırdım həmvətənlərimizdən. Amma bugün canlı olaraq bütün həm sizə, həmkarlarımıza, əziz millətimizə salam deyim. Bilirsiniz ki, Novruz bayramı gəlir. Novruz bayramı da əslində axşamıdır. Təbrik edək Novruz bayramını, il bayramını, bahar bayramını və arzu eləyirəm ki, bu il millətimiz üçün uğurlu olsun, müvəffəqiyyət gətirsin. Millətimiz güneyli, quzeyli daha yaxşı günləri görəcəklər. Əminəm, güneydə zülm altında, quzeydə azaddır, öz bayrağının altındadır. Amma elə quzeydəkilər də güneyin dərdini çəkirlər. O qədər ki, hiss olunur. Onun üçün bu dərddən qurtarmağımızı arzu eləyirəm. Önümüzdə bilirsiniz ki, savaşdır əslində. Bunun haqqında biz danışacağıq. Güney Azərbaycanın durumu necə olacaq, bunu danışmalıyıq, biz yada salmalıyıq. Mən üçün bahar bayramı gəlir, bir zarafatla da bir elə ciddi məsələni deyim ki, xəbərlərə baxırdım Sadıq bəy. Xəbərləri oxuyanda birdən qarşıma çıxdı ki, bir xəbər çıxdı ki, İranda bu müştəhidlər, yəni 9 dənə müştəhiddir, onun biri Əraqdadır, Sistani, qalanda İranda maşallah çox imiş.
Maşallah deyirəm, göz dəyməsin, çoxalacaq hələ. Çoxumuş 8-i var imiş. Mən bəzilərinin hesabını indi eşidirəm, məzahiri məsələn. Hər halda bunların hamısı fitir bayramı üçün menyu düzəldiblər də, bilirsiniz. Yəni o restorana gedirsəni, qiymətlər bəllidir. Bunlar da qiymətlərin qoyublar ora, zəkat qiymətini və kəffarə qiymətini, orucluq ayında biri orucunu yeyibsə və ya əmdi yeyibsə, qeyri-əmdi yeyibsə, hamısının qiymətin qoyublar ora. Bəzilərini heç yaxın durmaq olmuyor, çox bahalıdır. Sadıq bəy. Qiymətlər artıb. Çox yuxarıdır, belə özdə hərəsi bir məsələdə yuxarı qiymət qoyublar. Elə bil eyni cinsidir, biri o birisindən çox bahalı qoyub. Ancaq bilmirəm niyə də, onu da özləri bilər. İndi istəsə millət onlara zəng edib soruşa bilərlər ki, bu nədir, niyə siz qiyməti artırırsınız, niyə belə eləyirsiniz və ya nədir, bu fərqi nədir? Məsələn, məzahiri deyir ki, qeyri-əmdiyə 60 bərabər, yox, əmdi, yəni bilərək bir orucunu yeyibsə və ya günah işləyibsə, 60 bərabər bilməyərək elədiyindən artıq pul verməlidir. Ona verməlidir. 60 bər. Onlar istəyirlər də və kim istəyir? Onlar özləri istəyirlər, kimə gəldi verin. Deyirlər ki, belədir də Sadıq bəy, zəkatı da, bu kəffarəni də deyirlər ki, ödeyin. Ancaq açıq demirlər ki, kimə ödeyin. Arada bəziləri ki, bəzilərcə miskinlərə, ehtiyac olanlara, əgər onlara ödeyə bilmirsinizsə, göndərin bizə. Bəziləri heç onu demir, deyirlər buna. Bəziləri heç onu demir, deyir bunu ödeyin. Məsələn, Məkarimi Şirazidir ya, hansıdır yazıbdır ki, bizim pul yığma mərkəzlərimiz var. Oraya yaxınlaşın, verin geçsin. Biri var, Xameneyi də istəyir bu arada. İndi mən bilmək, bu ölüb də bu niyə istəyir axı? Ölübsə düşmür, amma niyə istəyir? Onu əvvəldə yazıblar özdə. Ölən müştəhid olmaz, axı müştəhid. O dirilib gəlib deməyəcək ki, kimə verin, kimə verməyin. Onu da yazıblar əvvəldə. Pulu az da, çox olsa bir, nə bilim, bir 150 milyard dolara yaxın pulu vardı. Yəni, bağışlayın, az olsa 150 milyard dolara yaxın pulu var. Milyard dolardan söhbət gedir də, bilən naqabil, fəqiranə bir rəqəmdir. Onu da indi deyir ki, verin də pul verin. İndi bilirsiniz də, Xameneyiyə də pul verənlərin %99'u özünü göstərmək üçün pul verir. Ki, desin ki, mən zəkatımı ağıya ödədim. Bu da onun qəbzi. Başa düşdünüz? Yəni, burada o biri müştəhidlər rəqəm qoyublar, biri baha, biri ucuz, biri nə bilim nə. Onların hamısı vur kənara. Xameneyininkidir. Amma Xameneyiyə ödəyir ki, göstərsin rejimə ki, bax görürsünüz, mən zəkatımı ödədim, özdə Xameneyi ödədim. İndi Xameneyi ölüb, yenə də onun adına pul yığırlar. Yəni, xəbəriniz olsun dedim, yəni siz də bir müsəlman kimi... Onu Əhməd bəy, deyirsiniz, o qiymətin qaldırılması, çünki məsələn, o olur da, düyünlə, buğdayla, arpa ilə ölçülür o qiymətlər. Bunlar nə ölçülür? Məsələn, o yerli düyü, xarici düyü, belə onların fərqli qiyməti var. Çox gülməlidir. Məsələn, biri yazıbdır ki, İran düyüsü yesəz, İran düyüsü ilə hesablasaq 900 mindir. Xarici düyü ilə 500 mindir. Biri yazıb İran düyüsü 1 milyondur. Xaricisi 500 mindir. Biri yazıb xarici düyü 900 mindir. İran düyüsü bazar hesabı ilə aşağıdır. Ondan sonra biri yazıb İran düyüsü 450 min. Belə yəni fərqli. Qarışdırıblar, adam beyni çaşır, bilmir ki bunu. Gələ bunu versən kompüterə, super kompüterə. Hesablayar ki, bunlar niyə belə deyib, çaşdırıblar.
Nəysə, bəzilərdə yazıbdır ki, yəni eləyə bilərsiniz və əlinizə düşən, məsələn 2 kilo, 3 kilo arpadan, buğdadan un, noxud, xurma, yəni onu verəsiniz. Mənə də elə gəldi ki, indi bayram ərəfəsidir. Məsələn, mən hazır olardım, İranda olsaydım, hazır olardım arpa ilə ödəyəm. Arpa verirəm də mən. Özdə millətə yox ha, millətə pulumu verərdim heç. Ancaq arpa, 2 kilo arpa göndərəsən ağanın adına, deyəsən ki də, özün bilirsən də, indi hara nətər deyib, bağışlayın, mən 2 dənə uzun qulağın arpasını bölə bilmir, ona mən çox verəcəm. Demək, 5-6 deyir, sən görüm necə bunu paylayacaqsan. İndi siz təsəvvür eləyin ki, hamı arpa göndərə. Bir an təsəvvür eləyin də. Məsələn, 2 milyon nəfər arpa göndərə. 4 milyon kilo olur arpa. Yığla Xameneyinin qapısına. Arpa, Xameneyi arpa əlində qalıbdır. Xameneydən qədər arpa yesə qutarmayacaq. 4 milyon kilo, misal deyirəm də, veya 2 milyon kilo deyək də indi. Arpa bunun qapısında bunu yeyib bir ilə qutara bilməyəcək. Diri olsaydı əlbəttə. Biraz ailəsi böyükdür, hələ oğlu müştəba da yeyə bilər. Yəni demək istəyirəm ki, bu çox mənə gülməli gəldi. Elə bayram ərəfəsində dedim, bunu da verək getsin ki, yəni indi millət özü bilər də, istəsə bizim menyunu göndərə bilərik. Təslim xəbər ajansında vardı. Başlığı da belədir. Mən göndərdim ki, bizim efir otaqda bunu saxlasın, çap eləyib saxlasın, çünki bunu dəyişdirə bilərlər. Çünki səhərdən dəyişdilər birini. Biri yazmışdı ki, 2 kilo arpa da ola bilər. Yəni o 2 kilo qaldırdılar. Minimum 3 kilodur. Normalde 3 kilodur. Yəni bir nəfərə 3 kilo düşür. Biri mən sizə deyim. Yazır ki, hamısı yazır ki, bir sağ yəni 3 kilo. Bu ərəb zadı ilə gedirlər də, ərəb ölçü ilə. Yəni 3 kilo. Amma Şübeyr Zəncani elə bil yazıbdır ki, bir sağ ilə 3 kilo 600 qram. Yəni 3 kilo yarımdan da 100 qram artıq. O dedimdə o bahalıdır. Ona yaxın getməyin millət. Özdə onun qiymətləri də yuxarıdır. Kilonun qiymətini də yuxarı qoyubdur. Bəziləri qoyubdur ki, Tehranda 250 min hər kilo pul versəz. Pul istəsəz verir. Arpa göndərməyin, pul verin. 250 min hər kilo ona. Adam başına 3 kilo eləyir 750 min. Adam başına. Evdə əgər verə bilir amı, deyək məsələn 4 nəfər, 4 dənə 750 min göndərin, geçsin ağıya. O ona. Amma o biri şəhərlərdə olsa 200 min kilo ona. Orada 50 min bahalandı, burada ucuza. Çox, mən axtardım, endirim tapam, endirim belə. Bu olmadı, yəni namərdlərin biri var idi, ona tezdə biri qaldırıb bizim bazarımızı kasad eləysən. Onun 2 kilo, 13 kilo elədilər. Heyf ki, onu mən screenshot eləyib saxlaya bilmədim. Hər halda, yəni bu arpa məsələsini istədim. Bir də dostlardan biri dedi ki, çürüşlə də var imiş əvvəllər. Onu yazmırlar. Bilirsən nə yazırlar? Yazırlar buğda, düyü, arpa və. Yəni o gələnlər, qalanlar var da, onu da özünüz da deyir, hesablayın, qoyun bunun içine. O ki, çürüşlə də, onun çürüşlə də bilirsiniz də nədir? Farsçada onu deyirlər qavdanə. Bu mal yeməyidir. Nə yeməyidir? Öküzə daha çox verirlər, öküz, qışda. Mal yeməyidir. Qavdanə deyirlər özdə farsçada, yəni elə bir mal yeməyi.
mala verirlər. Çürüş nədir də yəqin quzeydə də, güneydə də bilirlər. Yəni çürüş nədir, arpadır indi. Biraz keçsə saman da var onun içində. Belə ki görünür də, nə bilim, saman nə qədər olacaq, onu da bilmirəm. Amma vardı yəni. Əhməd bəy, bu həssas dönəmdə, məsələn, savaş ərəfəsində siz dediniz bayramdır, biraz bayram əhval-ruhiyyəsi ilə gedək. Bu yəni belə bir ağır vəziyyətdə ki, insanlar indi sosial, iqtisadi durumlarda o qədər yaxşı deyil də, bilirsiniz. Bir çox iri şəhərləri buraxıb cəmaət kətlərə gedibdi, o doğma yerlərinə ki, bəlkə orada məsələn özləri arpa, buğda əksinlər, mal-qara saxlasınlar, töyözcə saxlasınlar. Yəni o cür o gündəlik həyatlarını təmin eləsinlər. İndi belə bir vəziyyətdə bunlar təzədən hələ bir də arpa, buğda istəyir cəmaatdan. Yəni olmaz mı bunu? Yəni bu zəkatı bu dəfə ləğv eləsinlər də. Yox da bazar axı yəni olmaz da sən biraz siz biraz Sadıq da sən dedin bağışla. Siz biraz bu məsələni yəni xalqın da dükanını tam bağlatdıra bilməzsiniz. Yəni molla dedin belə şeydən güzəş yoxdur da. Mümkün də yox, 9'u da istəyir. 9 dənədir, az deyil bu qırılmış. Yəni biri getdi, 8'i qalıb əlbəttə. Amma o da ölüdən, qəbirdən istəyir. Qəbirdən durub onun adına yazırlar da, ver gəlsin. Nə qəbri, onu bilinmir durumu nədir. O günləri deyirlər ki, onu qoyduqları soyuducunun işığı kəsilir. Bu adam o əriyir, donur, əriyir, donur. Onun yaşadığı, haradakı gizlədilər, oranın işığı yoxdur. Yavaş-yavaş başlayıb iyi verir mənə. İylənibdir, deyir, qurtlamağa başlayıbdır. Yəni Ağa Xameneyin vəziyyəti çox belə pis oldu. Hər halda yenə dedim, bayramdır, biz həm ciddi məsələdir bu. Bu davada millətin başına bomb tökülür. O bir millətin deməyək də məmləkətin üstünə. Öz adamları qırılır. Sağdan sola adam qalmıyor. Belə vururlar, qırılır. Bilirsən, belə bir vaxt ərəfədə zəkat istəyərlər. Yəni bunlar bilirsiniz Qəzvin daşıdır da, mollanın üzü Qəzvin daşı. Nə qədər belə nə eləyirsən yonulmur. Üzdən gedən deyirlər. Odur ki, nəysə bu, yəni millət özü bilər, kim istəyir arpa ödəsin. Əlbəttə quma arpa göndərə bilərsiniz. Biri istəyir kasıblara pul verə, o ayrı məsələ, onu biz demirik. Xeyir bir işdir. Buyurun, keçək mətləbimizə Sadıq. Əhməd bəy, burada yazırlar ki, müxtəlif indi yəqin ki, siz də mediadan bilirsiniz də. Məsələn, bu Xark adasının götürülməsidir. Orada bir çox adalar var da. Məsələn, Qişmi var, Kiş var. Sonra o 3 ərəblərin, yəni İmaratın 3 adası var orada. Hurmuz boğazının açılması məsələsi Trump dedi ki, bu Avropanın məsələsidir. Yəni onlar gərək bu işdə iştirak edirlər. Çünki onlar da o işdə olmalıdırlar. Onların da gəmiləri saxlanılır və onlar o enerjiyə ehtiyacları var. Biriləri deyir ki, xahiş eləyək İrandan ki, o yolu açsın. İran da görürsünüz ki, nə açır, nə də ki, deyir, imkan verir və üstəlik bu günləri İran adlanan ölkənin parlamentində, ya indi mən bilmirəm o parlament açıqdır ya yox, amma ən azı o millət vəkillərindən biri elan edib ki, biz bir layihə hazırlayırıq. Layihənin də mahiyyətində bu var ki, o Hürmüz boğazından keçən gəmilər gərək vergi versin, rüsum versin və bir növ bac alma məsələsi. Bu tərəfdən də görürük ki, o məsələn Əhvaz bölgəsi vurulur, Kirmanbuyun vurulub, Simnan vurulubdur, Hurmuzqanın bir sıra bölgələri vurulur. Bu prosesin özü deyə bilərik artıq o adaların, o bölgələrin
müəyyən bir hissəsinin götürülməsi, özellikle Hormuz boğazının açılması için yeni bir tədbir gerekir. Çünkü o Axios'ta yazır ki Trump'ın belə bir layihəsi var. Necə düşünürsünüz? Bu məntiqli nəzərə gəlir. Bilirsiniz, ölkənin hər yerini götürməkdənsə, o böyükdür, coğrafisi böyükdür, dağlıqdır, ortası səhradır. Yəni belə çox çətindir də. Yəni demirəm, amma qeyri-mümkün, əlbəttə ki mümkün. Amma zayiat, qan, nə bilim, ölüm çox olur orada. Amerikanlılar da onu qəbulləməzlər. Amma burada məsələ budur ki, o həssas yerləri götürmək mümkündür. Yəni ərəblərin köməyi ilə, İsrail bir tərəfdən, nə bilim də lokal məhəllədən, o bölgədən olan, oralardan olan yaşayan məsələ ərəblər və ya bəluçlar o bir tərəfdən, yəni həmkarlıq eləyib bunun həssas yerlərini götürmək mümkündür və məntiqli nəzərə gəlir. Əgər ki adam göndərəcəklər sonra, niyə deyirəm ora məntiqli gəlir? Çünki Hormuz boğazının o biri tərəfi Hormuzqandır və Hormuzqan əyaləti. Hormuzqan əyalətinin o Hormuz boğazına baxan yüksəkliklər vardır. Çox da yüksək deyil, amma yüksəklikdir, daşdır, dağ, qayadır. Oralarda sepah gedibdir, mərkəzlər qurubdur. Oradan o keçən gəmiləri həm nəzarətdə saxlayırlar uzaqdan, həm də gərəkirsə oradan məsələ raket ata bilərlər və atıblar bir neçəsini. İndi oraları vururlar, təmizləyirlər. Yəni istəyirlər ki, oradan vura bilməsin və mümkündür ki, oranı gedib götürələr, o uzaq, yüksəklikləri uzaq deyil. Oradan Hormuz boğazını azad saxlayalar. İran, necə deyim, Sipahın adamları, İranın silahlı qüvvələri Hormuza gözlə baxıb, gözlə deyirəm, baxıb, necə deyim, güllə ata bilməsinlər, raket ata bilməsinlər. Gözlə baxılmasa, bunu məcburdurlar satelit ilə baxalar. Onun da İranın imkanatı getdikcə azalır. Yəni orada İran kör qala bilir. Bilirsiniz, bu mənada bəli, o mümkündür. Qaldı bu tərəf, Xuzistan tərəfi, İranın da qazı, nəfti bağışlayın, daha çox oradandır. Elə bu Parsı cənubu ki deyirlər, o da yaxın. Oraları götürsələr, Xark da onun içində. Xarkı da görməyəcək İran rejimi. Ona da məcburdur satelit ilə baxa və ya GPS ilə vura. O GPS ilə də vurmaq o qədər də, onu da biraz getdikcə onu da daraldacaqlar, yəni, baxa bilməsin. Bu baxımdan mümkündür, cənub bölgələrində İranı götürüb boğalar da, yəni İranın nəfəs yeri oradır. Bəndər Abbası da götürə bilərlər, dediyimdə Hormuzqan da, Bəluçistandır. Yəni Bəndər Abbası da götürsələr, oradan da İranın bütün ən ağır, nə deyim, yükləri oradan gəlir. Oradan o yüklər həm də Rusiyaya gedir, Rusiyanı da oradan boğa bilirlər. Yəni o Bəndər Abbası da götürsələr, demək olar ki, İranın da isti sulara yolu kəsilir. O bir tərəfdən İranın, bəli, o bir tərəfdən İranın gəlir mənbələrinin hamısı gedir. Onun üçün də bunlar ehtimaldır, amma hələ ki bunun üstündə ciddi bir görüntü yoxdur, bu işi görürlər ya yox. Görüntü yoxdur. Bəli, ehtimal var, teoride ehtimal vardır. İndi Əhməd bəy, burada siz fikir versəz, mediada, Fars mediasında, rejimin öz mətbuatında, televizyonunda təhlillər bundan ibarətdir ki, biz bu savaşı bahalaşdıraq, çətinləşdirək. Bunun üçün də enerjinin qiyməti artmalıdır. Neftin qiyməti $200 gəlməlidir. Siz görmüşsünüz yəqin Türkiyə mediasında da buna istinadən
bu rejimi güclü gösterirlər ki, bu kapasite vardı. İran adlanan ülkenin, Sipahın falanın elindeki neftin kıymetini 200 dolara getirsin. Orada bu deniz deyək ki, ticaretinin karşısı, onun o yolları bağlansın. İndi burada biz deyə bilərik, həm də yeni global ticaretin yeniden düzeni meselesi mövzusu ortaya çıxır. Və çox təəssüf ki, Avrupa'nın bazı dövlətləri, özellikle bu Britanya, bu işte çok belə pasif hərəkət edir. Ama indi bu pasif hərəkət edir, mən o günləri Trump'ın bir bu Japonya'nın baş naziriyle görüşünde o çok açık şekilde dedi onları mən sınayırdım, mən hiç onlar kimdi ki gəlib elə bizə nəsə diktə eləyə bilsinlər. Biz deyə bilərik mi ki, yeni dünya ticaretinin, o deniz ticaretinin, enerji ticaretinin yeniden kurulması da hem de o siz dediğiniz teoride hem de gerekli elir bu rejimin o tehdidini aradan götürme, bir sıra onun nefesini kesmek için o arazileri, kuru arazileri götürme, Hormuzgan'dı, Bəndər-Abbas'dı, Buşehr'di, o taraftan mesela Beluçistan eyaletidir, bu taraftan El-Ahvaz bölgesidir ve çünkü bunun o enerji kaynağı olan merkezler, gemi ticaret imkanları, yolları bağlanandan sonra artık demiyorlar ki Sipah yok, onun değil, Allah'ı gelse bile hiçbir iş görebilmez. Şimdi bu nokteyi nəzərdən baxanda ki, o yeni ticaret düzeninin dünyada formalaşması için o tehditkar kuvvelerin aradan götürülmesi ve o sistemi yeniden bərpa eləmək. Ama məsələn deyək ki, ayrı formada da indi daha erken liberal, daha açık, daha yeni bir sistem içinde. İndi siz bilirsiniz mən nə demək istəyirəm, amma açmıram. Buyurun. Bu Sadıq bəy, bu son deyək neçə yüz ildə, indi mən o dəqiq yəni bir noktadan başlamıram, çünki fərqli dövlətlər, fərqli zamanlar keçiblər. O biri kiçik ölkələri, Afrikanı özəlliklə, Orta Şərqi, bunları kolonize eləmək, yəni müstəmləkəyə çevirmələrini. Bu dövlətlərin içində məşhurları İngilis idi. İngilis, Alman, İngilis, Alman, Fransa, sonra Belçik və İspanya və İtalya müəyyən qədər. Yəni bunlar çox faal idilər. Getdikcə bunlar seyrəkləndi, azaldı və sonunda ən güclü qalanlar oldu. İngilislə Fransa, müəyyən qədər də İspanya amma Qızıldan misdən mən əlinə düşdü. Apardı, götürdü, çıxdı, getdi, ölkələri buraxdı. Özəlliklə bu Latin Amerikadan. Portugal da var idi, bağışlayın əlbəttə. Bəli, onun üçün bu ölkələr getdikcə seyrəldi, azaldı və sonuna qalan oldu İngilislə Fransa. Ancaq İngilis də Orta Şərqdə, ümumiyyətlə bütün dünyanın çox yerində, amma özəlliklə Orta Şərqdə Hindistanı məsələ gəlib işğal elədi, oranı müstəmləkəçiliyə çevirdi. Sonra bir çox Orta Doğuda, Xavərmiyanədə ölkələri müstəmriyə çevirdi. İngilis məşhur olmuşdu dünyanın siyasətini aparan ölkəyə. Hətta Birinci Dünya Savaşında da İngilislər çox kömək elədilər, məsələ Almanın məğlub olmasına və s. İkinci Dünya Savaşında isə məsələ dəyişdi. İkinci Dünya Savaşından sonra Amerika oldu dünyanın
hegemon ölkəsi, söz sahibi. Hamı Amerikaya bax. Çünki Amerika gəldi qurtardı Avropanı. Ümumiyyətlə Almanın əlindən. Və ondan sonra da Amerika Sovetlərlə, İttihad-ı Şurabi ilə üz-üzə qaldı və soyuq savaş bunların arasında. Və İngilis getdikcə özünü deməli, mən necə deyim, həm təhqir olunmuş, həm də münzəviləşmiş, təkləşmiş bu müstəmləkəçilərin içində, həm də getdikcə gücünün zəiflənməsini şahid idi, görürdü. Özəlliklə İngilisi narahat edən əvvəl bu idi ki, bu Amerika axı İngilislərin əlində idi, bilirsiniz, çoxunluğu. Biraz fransızlar idi, biraz İspaniya idi, sonra Meksikinin əlinə düşdü, sonra daha çox Amerikanın şərq tərəfindəki Amerika dövləti yarandı 13 əyalətlə, onlar İngilisin əlində idi. Ona görə də bu Amerikanın dili getdikcə dəyişildi, İspaniyadan, Fransızdan dəyişildi, oldu İngilis dili. İndi İngilislər narahat idilər ki, baxın bizim əlimizin altında olan ölkə özünü azad edin, indi bizə rəqib çıxıb. İndi bizə nəinki rəqibdir, bizi vurub kənara, özü qabağa. İkinci Dünya Savaşı elə oldu nəticəsi. Ancaq İngilisin də deməyə sözü yox idi, çünki Amerika çox güclü, İngilislər, Avropalılar Amerikanın gücünü İkinci Dünya Savaşında gördülər. Ondan sonra İngiliz... Əhməd bəy, o Churchill yalvarırdı deyəndə yəni bir çox iş gördü də ki, Amerika o işə girsin, çünki girmədən mümkün deyildi. Bəli, özəlliklə Roosevelt zamanı. Onun üçün Roosevelt dövründə. Onun üçün İkinci Dünya Savaşından sonraki Amerika oldu dünyada söz sahibi olan, ancaq düzdür, yuxarıda Amerika idi başda. Ancaq İngilislər hələ də və fransızlar hələ də çox yerləri əllərində saxlayıb və özlərinə uyğun da öz ölkəsinə deyək, uyğun o sözlərinin sahib olmasını saxlamışdılar. Bu getdikcə dəyişilir, dəyişilməkdədir. Əlbəttə, NATO qurulandan sonra bir növ Avropa ilə Amerikanın arasında bir növ Şurabiyə, yəni Sovetlərə qarşı olduqlarından görə bir növ rəqabətdən başqa əlavə bir növ həmkarlıq yarandı. Həmkarlıq ki, elə oldu ki, burada mesela Avrupalılarla Amerikanlar bir-birinə qarşı yox, bir-birindən rəqib yox, bir-birinin yanında olaraq Sovetlərə qarşı durduqlarına görə o his yavaş-yavaş aradan getmişdi. Sovetlər dağılandan sonra yenə də bu dəyişdi. İndi qarşıda bir dənə qalıb Çin. Çinlə mübarizə edən Amerikadır. Kimsənin gücü çatmır. Onun üçün hər kəsin əlində nə var idi, yavaş-yavaş onun əlindən sivrilir, çıxır. Demirəm Amerikanın əlindən düşür. Amma ən az onların əlindən çıxır. Bilirsiniz, Afrikada fransızlar görürsünüz nə qədər geri oturdu, amma fransızlar hələ əl çəkməyiblər. Afrikada, uzaq dənizlərdə olan Fransanın himayəsi altında olan o adalar vardı, cəzirələr vardı. Ancaq indi isə bu savaş amma Əraqdan ki başladı, Əraqdan başlayan Saddam Hüseyn dövründən başlayan 2003-cü ildən özəlliklə bu yana, mən 2003-cü il deyirəm, çünki orada da bir, burada deyilir turning point, elə bir dönüm nöqtəsi. Dönüm nöqtəsi orada da oldu. Ta ki gəldik, çatırıq indi bugün İrana. İran böyük bir loğmadır da, elə bil kim götürsə böyükdür. Yəni torpağına görə yox. Soğuqlucu eşi, yəni stratejik yerində olduğuna görə, yeraltı mənbələrinə görə, sonra İranın o bölgədə olan nüfuzunun azaldıb özlərinə götürülməsinə görə filan, İran özü də həm də cəmiyyət də böyükdür, həm də böyük bir bazardır, yəni
90-95 milyonluq bir bazar getdikcə də çoxalır. O bazara satış da lazımdır. Mal verəndə orada bir var ki, gedib 10 milyonluq bir cəmiyyətə mal satasan. O 90 milyonluq, bilirsiniz, fərq eləyir. Onun üçün bu da belə, necə deyim, İran indi ancaq bazardır. Yəni İrandan bir şey alma, bir də nəftdən, mədəndən sonra bir şey yox. Bazardır, yəni malı satırsın. Yəni bir şey var da Əhməd bəy, məsələn deyək ki, İran adlanan o ölkəni, siyasi coğrafiyanı biz nəzərdə tuturuq. İran adı qondarmadır, saxtadır, fakedir və bunu o ölkənin adına verən, o coğrafiyanın adına verən İngilislər olubdur, arxasında da oyunlar gedibdir və bu günlərdə hələ də onu bizə, yəni Aryanlar, Arya sözü özü irqçilikdir. Yəni o kökündə saxtalıq olan bir şey. Deyirlər Aryanlar ölkəsi, güya ora Aryanlar olublar. Bu Hindistandan gəlmə farslar, tatlar, bunlar mütrüflərdirlər. Bunların əlində bir dənə qabal olubdur, qabal. Bizdə qabal deyək də, Əhməd bəy. Onlar artıqını olmuyorlar. Bunlar mütrüf olub, bunlar küçələrdə o üzlərinə qara şeylərdən sürtüb oynayırlar. Qaraçılar olublar, bəli. Qaraçılar da o kişiləri də qadın paltarı geyib, qadınlar da qadın paltarı geyib. Orada, burada qırmızı paltarla düşüblər. İndi də görürsünüz bu bayram ərəfəsində Hacı Firuzə, Donya Doruzə, belə şeylər. Yəni bu fake millət, fake toplum, qaraçı toplum görün kimə lazım olub. İngilisə. İngilisə Əhməd bəy ona görə lazım olub ki bunların üzərindən, çünki kölədir də bu, zaten bu kölədir, zaten qaraçıdır. Bunun üzərindən bir imperiya deyək ki 2500 il bundan qabağa gedir, Rizaxan onun təmsilçisi olur, padişah olur, filan olur. Və orada köklü millətlərin, o cümlədən Azərbaycan türklərini kölələşdirdilər. Bu 100 ildə biz bunu gördük. İndi məsələ budur. O saxta, fake coğrafiyanı, siyasi coğrafiyanı yenidən elə eyni o şəkildə əldə saxlamaq. Siz deyirsiniz ki, onun məsələn mədənləri, sərvəti filan, bir də bazarı var. Amma məsələn onun bir tərəfi o Körfəzədir, bir tərəfi Xəzərədir, bir tərəfi Avropadır, bir tərəfi də Asiya. Yəni bir o geopolitik deyək ki, bunun dəyəri var da. Yəni kim oraya sahib olsa çoxlarına meydan oxuya bilər. İndi bu prosesin gedişatında biz sırf dəniz ticarətinin azad olunması, biz sırf oradaki enerji qaynaqlarının sahiblərinə qaytarılması, biz nəyin şahidi olacağıq? Yenə də mi bu kölələşmiş, qaraçı gəlib bizə padişahlıq nağılı oxuyub, orada yaşayan köklü millətlərə meydan oxuyacaqlar. Bu prosesin özünün necə, o zərbələrlə, o vurulan mərkəzlərlə, vurulan o yerlərlə, məsələn Kirmandır, Hormuzqandır, Yəzdi, Simnandır, Əhvazdır, Bəndər Abbasın bəzi hissələrdir, Hormuzqanın bəzi yerləridir. Və hətta Əhməd bəy, mən xəritəyə baxırdım, bunlar Fars ostanını bir təhər gətiriblər. Bu şəhərlə Hormuzqanın arasına salıb, o xəritəni uzadıblar o Körfəzə qədər. Yəni yapışdırıblar Körfəzə. Halbuki o yoxdur da, siz bilirsiniz. Yəni ora heç Farslara mümkün deyil aid olsun. Belə bir hoqqabazlıq da var. Yəni onlara bəlkə bir çıxış yolu tanıyıb eləmək və yaxud oranın necə görürsünüz? Ümumiyyətlə o köhnə imperial yanaşmadan İngilis hələ də əl çəkmək istəmir. Ona görə Amerikaya meydan oxuyur. Amerika bu prosesin ümumiyyətlə kökündən dəyişməsini istəyir. Çünki mən dünənləri Netanyahu'nun bir mətbuat konferansında orada Rıza Palani haqqında da soruşdular. Dedi bu istəyir bir xeyir işlər görsün, amma hələ tez də o haqda danışır, bilmirik, görəcək, görməyəcək, bacaracaq, bacarmır. Yəni belə qəribə bir əlinin tərsi ilə də
itələdi. Macəranı biraz belə baxsaq, necə görmək olar? Kim itələdi Sadıq bəy? Netanyahu sual verdilər ki, bu Rıza Palaniyyə necə baxırsınız? Hələm. O da deyir ki, Hələm. hələ bu bir işlər görmək istəyir, xeyirxah adama oxşayır. Amma görəcək, görməyəcək, hələ bu haqda danışmaq çox tezdir. Hətta çox tezdir sözü. Trump da o tərəfdən bunu deyir ki, bu şah küçüyü deyir, şah balası deyir. Belə bir ad qoyubdu ona. Ki o şeyi boş verin geçsin deyir, o çok da değil. Ve bu o deməkdir ki, yeni bir baxış mı gətirilir İran adlanan ülkenin o siyasi coğrafyasına, orada yaşayan millətlere? Ya yenə də o köhnə hamam, köhnə tas? Ya bilirsiniz, bunun yani bu gedişatın mən deyirəm də bu rəvəndi ki vardı indi savaşın gedişatı. Çox sürətlə burada bir termin işlədirlər. Elə bir şeydir də mayə kimidir. Hara axdığı tez-tez dəyişir. Yeni şeylər çıxır ortaya. Onun üçün bunu dəqiq demək olmur. Amma bir şey ki bəllidir əvvəlindən, Netanyahu əvvəldə Pəhləvini çox dəstəkləyirdi. Getdikcə o azaldı. Bir zaman əslən demədi. İndi artıq bir növ deyir ki, bunu feylən qoyun qırağa hələlik. O onun deməkdir. Düzdür sizin dediyiniz. Amma Trump əvvəldən deyirdi qoyun qırağa. Bundan bir şey çıxmır. Əvvəldən deyirdi. Bunu biz bilək. Amma mən yenə deyim ki, heç kəs olmasa, heç kəs çıxmasa, mən təəccüb eləmərəm Pəhləvi gələ başa. Ona mən təəccüb eləmərəm. İndi gələndən sonra nə olacaq? Ayrı bir macəradır. Ayrı bir məsələ çıxardacaq. İç savaş olacaq. Millətlər bir-birinin savaşacaq. Kimsə qəbul eləməz ki, 47 il buradan 50 il ondan əvvəl 57 il idi elə bil Pəhləvilərin qalma. 53 il bağışlayın. 53 il və 53 il olar, 47 bunlar. Bu elədi 100 ildə, bilirsiniz, böyük bir qədnidir bu. Böyük bir. Bunun, yəni 100 il diktatorluqdan sonra cavanlar ən azı qəbul eləməz ki, bir dənə dairi diktator yenə gəlsin. Bu geçsin, o gəlsin. Elə bil, o Trump, bağışlayın, Putinlə onun bir mavini var idi. Gəh olurdu Noxos, baş nazir, bu olurdu prezident. Medvedev, Gəh o olurdu, sonra bunlar yerini dəyişirdi. Axırda da Putin dedi ki, dur qıraqda bir dəfəlik elə özü, mən bitdi getdi. Bilirsiniz, bunun üçün də indi burada da İranda da gəh Xomeyni əvvəl şah idi, ondan sonra Xomeyni gəldi. İndi Xomeyni geçsin, Xamenei geçsin veya rejim geçsin, onun yerine yenə də onun şahın oğlu gəlsin. Sonra bu da gelindən sonra bu dəfə Müştəfa mı gələcək? Yəni bu olmaz. Kimsə bunu qəbul eləməz. İçəridə də qəbul eləməzlər. Amma yox olan yerdə kimsə yoxdursa bunu qəbul eləməyə məcburdular. Bilirsiniz? Onun üçün də bu ciddi bir alternativ gəlməsə meydana bunu qəbul eləyirlər. Yenə deyirəm, bundan sonra nə olacaq? Ayrı məsələ. Əslən alternativ gəlsə nə olacaq? Hələ onun da gələcəyi bəlli deyil. Çünki İranda fikir baxımından zehniyyətlərdə İranda içərdən bir dağılma vardı. Ərəb, Bəluç, Kürd, Azərbaycanlılar, Türkmənlər, Gilək, Lor, nə bilim, Mazənilər, Farslar da bir ayrı. Yəni bunlar hamı getdikcə özünə qayıdır. Bilirsiniz, ona görə də içəridə zehni baxımdan mərkəzdən bir deyirlər, qoruyacaq mərkəz. Mərkəzdən bir qaçma var. Elə bil fırlanır, sürətlə Pezeşkiyan da deyirdi də, Məsud Pezeşkiyan da deyirdi onu. Onun üçün də bunu yəni gələcək demək olmaz. Qaldı ki, mən sizə bir məsələni də deyim ki, burada bu savaşda çox şey danışılıbdır. Müzakirə olunubdur. Mən baxıram da, mən Fars mediasında, Azərbaycanda, Türkiyədə, İngilis dilli medialarda
Hamısının demək olmaz, hamısını görürəm. Amma ən azı titollarına baxıb maraqlı olanların içinə girib baxmaq olur və ya qulaq asmaq olur və ya oxumaq olur. Bir məsələ hələ danışılmayıb. O da Orta Doğuda ki, balans dəyişilir, yeni bir Orta Doğu yaranır. Gəlin bunu qəbul edək. Yeni bir nizam gəlir. Bu nizamı da gətirən Amerikadır. Amerika bu nizamı gətirir ona görə ki, bezibdir bu xırım-xırda, necə deyim, şıltaqlıqdan. Və onun İranın arkasındakı oyunlardan da Əhməd bəy. Baxın, Bəli, o misalı o mən ona görə oynadanlardan. çəkdim ki, bax, qoyun bir dənə açıq bir şey deyim sizə. Yadınızdadır neçə ay bunu, ya il bəlkə də, bir il yarım, 2 il bundan qabaq. O deyirdi mi, bir sıra medialar var, bizə deyirlər ki, qeydsiz, şərtsiz, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı özündən imtina eləməlidir. Bu televizyonda danışırdıq da o mövzunu, yadınızdadır bu. Biz bilirdik onun səbəbi nədir, dərdi nədir, prosesi hara götürürlər. Bu günləri də adamlar gəlirlər, deyirlər İsfahan mərkəzli Türk dövləti quracağıq. Baxın ha, Təbrizdən getdi İsfahana. Və onu utanmadan, biz bilirik ya bunun arkası kimə gedir? Onun da arkası gedib İngilislə, Fransıza dayananda, Fransa, İngiliz, bunu bilirik də, niyə bu oyun oynanılır? Bu bir söz var ya, deyir bu armudun, nə bilim, o ayının oynaması armud üstündə söhbəti. Bunlar ayrı dərdləri var. İndi əgər İngiltərə, əgər Fransa bu bölgədə o 200 illik, 300 illik, 400 illik bilirsiniz də, yəni 16-cı əsrin əvvəlindən, haradasa bir ortalarından bu İngilislərin gəmi ki, ora-bura göndərmələri və bu tərəfdən də şərq bölgəsini müxtəlif formada oradakı dövlətləri zəiflətmək, o cümlədən Türk dövlətlərinin zəiflədilməsi prosesi da bu tarixdir. Bunu da biz yazmırıq, bunu da İsrail eləmir. Bu tarixdir. Və bunların hamısına baxanda siz dediniz, yeni nizamın qurulması sürəcində Amerikan yanaşması. Amerikanın özünün quruluş tarixinə baxanda orada çoxları çalışdı ki, oranı İngiltərənin monarxiyasına bənzətsinlər də, düzdürmü? Siz məndən yaxşı bilərsiniz. Amma orada Jefferson idi, kim idi o rəhbərlərdən, dedi ki, yox, biz mütləq cumhuriyyət qurmalıyıq, mütləq federal dövlət, yəni o dövlətlərin cumhuriyyət, United States də bu dövlətlər birlikdə, eyni Avropa Birliyi kimi saymaq olar da, biraz fərqli. Düzdürmü? Yəni, doğru. Onlar istəmirlər belə bir metodun şərqə doğru getməsi, orada millətlərin rifahda yaşanması planını nə Fransa istəyir, nə İngiltərə. İndi siz deyirsiniz Amerikanın yeni nizamı, Amerika bu nizamın gətirilməsində sırf ticarəti mi düşünəcək, sırf deyək ki, öz maddi maraqlarını mı düşünəcək? Yox. Oradaki millətlərin də əl-qol açmasına imkan şərait yaradacaq. Bəzilərinin o deyir oyunlarına getməyəcək, İngilisin oyununa getməyəcək. Necə düşünürsünüz bunu? Bilirsiniz, burada bu yeni nizamı yaradan Amerikadır, düz deyirsiniz. O da görünür. Yeni nizamda Trump elə elədi ki, siz diqqət eləsəz. Söz atdı ortaya, gəlin Hormuz boğazını birlikdə açaq, düzdür. Bilir axı bunlar gəlməyəcək, bu bəllidir də, düzdür. Onun sonra ki, mənim heç ehtiyacım yoxdur sizə. Onu deyəndən sonra İngilislər, İngilis, Fransa, Alman tezdir ki, yox, biz gəlirik. İndi bu deyir ki, ehtiyacım yoxdur. Çünki nizamı mən yaradıram, qanunlarını da mən yazacağım. Sizə bu meydanda sizə bir pay paylamıram, düzdür. Ancaq burada bir məsələ ki, mən bayaq istəyirdim deyəm, danışılmır. Bu yeni nizamda yeni bir qüdrət çıxır ortaya. O da İsraildir. Bilirsiniz,
İsrail həm o tərəfdən torpağını böyüdür. İsrail artıq deyir ki, o Kərani, Baxtəri və ya necə deyim, Ordon çayından bu tərəfi hamısı ilə də İsrail olacaq da Filistin dövlətini qəbul eləmirik. Düzdür? Və ən azı bir qismətini də götürübdür. Düzdür? O bir tərəf Suriye'nin bir qismətini götürübdür. Trump onu da olan yüksəkliklərini İsrailin torpağı kimi rəsmiyyətə tanıdı. Bütün dünya qəbul eləmirdi ki, Urşəlim İsrailin paytaxtı olsun. Başta İngiliz olmaqla. Başta Fransa olmaqla. Bəli, Trump qəbul elədi, səfirliyini də apardı ora. İndi yavaş-yavaş hamı Urşəlimlə hesablamağa məcburdur. Hesablaşmağa məcburdur. Yəni onu demək istəyirəm ki, getdikcə Amerika bu əski, qədim istemalçılara deyir ki, bəsdir, gedin oturun yerinizdə. Görürsünüz Fransiya nə dedi? Bu dövlət kimdir bu? Biz buna deyir ki, biz Macron'a deyir də, biz bunların gəldik o ölkəsini işğaldan azad elədik. Düz deyir. Bir də onlara deyir, veto gücü verdik Birləşmiş Millətlərdə. Bunlar elədilər. Bu deyir, axmaq bir işiymiş. İndi ondan narahatdır bu ki, niyə biz bu iş görmüşlər? Nə lazımdır Fransiya'nın veto haqqı verməyə? Heç Trump'lı olsaydı veto haqqını özünə götürərdi və salam, qutardı getdi. Ancaq mən onu demək istəyirəm ki, burada İsrailin çox sürətlə yüksəlməsi, söz sahibi olması. Məsələ budur ki, torpağın böyüklüyü ilə deyil ki, İsrail, görürsünüz Netanyahu çıxdı dedi ki, biz bir super dövlətə çevrilirik. Düz deyir. Ona görə də Əhməd bəy, üz istəyirəm, buranı biraz diqqətlə keçər. Çünki vacibdir bunu bizim millətimiz bilsin. Ona görə də bu günləri məsələn siz görün, İsrail dövlətinə qarşı çıxanlar, onu səhərdən axşama pisləyənlər, ona da demədiyini buraxmayanlar, bunlar hardan qaynaqlanır siz bilirsiniz də, bunları Fransadan qaynaqlanır. Bu illər öncədən başlamış bir prosesdir. Qarabağ məsələsində, Qarabağın azad olmaması məsələsi, azad olandan sonra Azərbaycan dövlətinə qarşı o nə deyirlər onu, embargoların uyğulanması Avropa tərəfindən, onun Fransanın məsələsi necə o işləri görürdü. Və elə 1948-ci illərdə, Əhməd bəy, ondan öncəki illərdə İngiltərə istəmirdi orada İsrail dövləti qurulsun. Elə deyilmi? Bəli. Onların başını çox ağrıtdı. Onları çox incitdi. Ondan sonra da oradakı o ərəb İran rejiminə, bu terror rejiminə şərait yaradıldı ki, 4 tərəfdən, bəlkə 7 tərəfdən indi olar deyirlər. Hər tərəfdən İsrail dövlətini boğmaq üçün terror qruplaşması formalaşsın. Düzdürmü? Onlar görün Fransada nə qədər rahatdılar. İngiltərədə bilirsiniz də rejimin qurduğu bu İslami cəmiyyətlər, məcidlər, mənbərlər. Hətta keçənlərdə məcburən İsrailin verdiyi bilgilər əsasında İngiltərə məcbur oldu oradakı terror qruplaşmasını tutsunlar. Məcbur oldu çünki artıq hazırlaşırdılar bəzi terror əməliyyatları, fəaliyyətləri gör. Sözümün canı budur ki, Əhməd bəy, siz onu deyirsiniz. Burada çox önəmli bir məsələ var ki, onlar ki düşünürlər ki, yeni bir düzəndə güya onlara bir təhlükə olacaq. Halbuki yox, təhlükədən qurtarma bir sürəci gedir axı. Yəni, Amerikanın yeni nizamı əgər desək belə, burada terror, təxribat aradan gedir. Terrorçu rejimlər aradan gedir. Bölgənin təhdidi aradan gedir. Bölgən, baxın, o günləri qulaq asırdım, Murtuza Mütəhərini tanıyırsınız da siz, keçmiş millət vəkili olub İran parlamentində. O nə desə yaxşı. Əli Mütəhəri. Deyir ki, Əli Mütəhəri, bəli, Murtuza Mütəhərinin oğlu, Əli Mütəhəri. Deyir ki, biz istəyirdik nüvə bombası quraq. Deyir, bu açıqda da bunu da gizlətmək lazımdır. Deyir, kim istəyirdi? Deyir, hamımız istəyirdik. Amma deyir, biz onun sınavını keçirə bilmədik, alınmadı sadəcə.
Başımıza bu oyun. Baxın ha. Yəni deməyim odur ki, bölgə və dünyanı təhdid edən terror və onun arkasında olan bir terror dövləti, onun arkasında olan Fransa, onun arkasında olan İngiltere və İngiltere'ni idarə elədiyi bəzi ölkələr var da, orada qondarma sözlər deyirlər. İndi adlarını çəkmək istəmirəm. Bəli. Yani ben qayıdım o dediğim o sizin sözlüğünle devamında bilirsiniz burada bir yeni nizam ki yaranır. Faktör da bu Abraham Anlaşmasıyla başladı. Ancaq onu tamamlayabilmədilər. İndi amma tamamlayırlar getdikcə. İndi Abraham Anlaşmasına heç o kadar da ehtiyac qalmır. Olacaq ha, böyüyəcəklər. İsrail'den ilhamı barışacaq. Bilirsiniz, fakt budur ki, dünyada görünübdür. Savaşlardan sonra qalib gələn getdikcə o biri ölkələri məcburən onlar məcburlar ki, qalib gələni qəbul edirlər. Bu oldu da, bu qutardı da. Yəni o qalib gələn onları dolayısı yolla məcbur edir. Nədir? Zaman keçməsiyle. Zaman keçdikcə dedilər də bu oldu da, bu qutardı. İndi İsrail bu Orta Şərqdə Amerikadan sonra İsrail söz sahibi oldu. İngiltere yok. İngiltere idi söz sahibi. Amerikadan sonra İngiltere idi. Biraz da müəyyən qədər Fransa idi. Düzdür, müəyyən qədər. O da o Suriye o tərəflərdə. Lübnan, Suriye deyək də Afrikanın şimalında. Ancaq buradaysa getdikcə İngiltere özünü kənara görür və Fransa da görür ki, bunun da her şey əlindən çıxdı. Bilirsiniz, məsələn Fransa çox çalışdı. Suriye'de özünə bir ayaq yeri açsın da çox çalışdı. Bəşar Əsəd dövründə də çox çalışdı. Ondan sonra da çox çalışdı. Heç birisində tutmadı, olmadı. Gördünüz, Hakan Fidan çıxdı dedi ki, Amerikanın kölgəsində oturup danışmaq asandır. Gələrsiniz, görərsiniz. Fransaya deyir də bunu. Fransa deyir də biz de orada istəyirik ordumuz olsun. Ama gəlmədi, ola bilməz. O Kürtlere dəstək vermək istəyirdi orada. Olmadı, ola bilməz, eləyə bilməzlər. Bilirsiniz, Fransa gedib Afrikada o boş ordusu olmayan, ciddi ordusu olmayan ölkəlerde orada 5.000 nəfərlə, 3.000 nəfərlə at oynada bilər. Meydan oxuya bilər. Amma Orta Doğu, Orta Şərq, yəni Xavərmiyana o meydan deyil. Xavərmiyana ayrı bir meydandır. Orada ancaq en güclü Amerika kimi, o zaman hələ Rusiya zəifləmədən Rusiya kimi ölkələr idi ki, eləyə bilirdilər, söz sahibi olurlar. Bir də qəbul eləyək ki, İran dövləti də, İran rejimi də niyabətlərin əli ilə, şərqataların əli ilə də orada bir qeyri, nə deyim, müstəqim asimetrik deyirlər də, yəni onu mən bilmirəm farsçası ya öz dilimizdə nə olur. Yəni asimetrik. O siyasətlə, o savaşla, o cür cəbhə qurmaqdan İran da özünə orada yer açmışdı. Mediterraneye kadar geçmişti Suriye'nin əli ilə. Düzdür. İndi bunlar da İranın əlindən çıxıb. İndi Amerika deyir ki, bunlar bəstə ilə İranın özünü həll eləmək lazım. O da həll olandan sonra kim qaldı Xavərmiyanədə? Siz deyin, mən eşidim. Yoxdur. Bilirsiniz? Ondan sonra bilirsiniz, indi başa düşüblər ki, İraqa girməkdənsə, nə bilim, o biri yerlərdə zəhmət çəkməkdənsə iş buradaymış. Buranı həll eləmək lazım. Onu da eləyən Trump'dır. Trump da bilirsiniz, tacir adamdır. Ticarətdə də biri pul kazananda ister çok kazansın, hamısı da özünün olsun. Bilirsiniz, bu siyasətdən biraz fərqlidir. İndi bu siyasəti ona qatanda ki, Amerikanı bağışlayın, Trump deyir, Amerika Make America Great Again, yəni Amerikanı yerində yüksəltməliyik, böyütməliyik, gücləndirməliyik, düzdür? O siyasət daxili siyasət deyil.
onun bir qisməti də xarici siyasətdir. Yəni Amerika son necə deyim 30 ildə getdikcə geri gedirdi. Xavermiyanədən məsələn görürsünüz o vəziyyətdə səfalətlə, rəzalətlə qoydular, qaçdılar Əfqanistandan. Düzdür. Bunu Trump qəbul eləmir. Trump deyir ki, bu bölgədə güclü bir məmləkət, güclü bir orduya sahib olan o cür təhqir oluna bilməz. Və İranın da qabağında biz bunu durdurmalıyıq, belə olmaz. Və bunu da qızışdıran daha çox indi özü qəbul eləməsə də elə Netanyahu'dur. Yahudilərin gücüdür burada, lobisidir. Görünür, hər yerdə görünür. Bunu qəbul etmək lazım. Reallıqlar da görünür. Yəni bu gedişlə ki, məsələn, Trump deyir ki, bizim airportumuz, hava limanlarımız, böyük nədir o, körpülərimiz belə dəmirləri çürüyür. Bu nə məmləkət? Belə bir tərəfdən super dövlətik, bu tərəfdən də biz özümüzə bəla oxuyuruq. O da məsələn altyapılar. Altyapımız o gündə Obama da götürür terörist bir dövlətə 150 milyar dolar nağd pul təyyarə ilə göndərir. Düz deyir də bunu. Onu o göndərəndə deyir, bəli İrana göndərir və o tərəfdən də Fransa ilə İngiltərədə alqışlayır. Gördünüz də Macron nə dedi bu savaş başlamadan. Deyir, gəl bərabər, Amerika, Trump'a deyir, gəl bərabər deyir, İranda böyük layihələr özümüz ilə həyata keçirək. O işi yəni mən quraram. O da deyir ki, sən kimsən axı? Mən səni dünən siz demişkən qutarmışam. Buyurun. Odur ki, yəni bu hamını vurur kənara, burada amma hamını vurur kənara yenə də Amerikanın bu bölgədə Amerikanın inandığı bir dövlət olmalıdır. O da İsrail. Bu istəyir İsraili həm çox güclü eləyə, İsrail özü də çox güclüdür. Teknolojisi də güclüdür. Amerikanın sayəsində İsrail ordusu dünyanın indi fakt olaraq ikinci ordusuna az qalıb çevrilə. Balacadır, düzdür. Amma savaşqandır, təcrübəlidir. Və teknolojiden istifadə edir. Görürsünüz, bu qədər savaşıbdır. Nə qədər adam ölübdür? Çox az. Çox az sayda da indi savaşı hesablasaq. Mən yaralı eşitmişəm, bilmirəm ölənlər var ya yox. Ölən vardı, 12 nəfər ölübdür, 2 nəfər də sonra öldü, 14, 4 nəfər də əlbəttə olar, bir nəfər də ki o əkinçi öldü, 15 nəfər ölübdür burası. Yaralı da vardı. Bilirsiniz, bundan çox yaralı. Hərbiçilərində var mı? Məsələn, mən eşitdim. Hərbiçilərdən demirlər. Demirlər. Amma hərbiçi harda ölsün axı? Ölsəydi təyyarə düşərdi, İranda ölərdi də, bu yoxdur. Belə bir şey yoxdur. Hərbiçisi onun göydə vurulmayıb ki, Lobnanda, Libanda da ki, hələ mən eşitməmişəm. Vardı yəqin, bəlkə yəqin də deməyəm, bəlkə var, bəlkə yoxdur, amma eşitməmişəm. İranın da xəbərlərinə inanmaq olmur. İranın xəbəri ilə getsək, İsrailin 6000-ə yaxın tankı vurulubdur. Zarafat deyirəm əlbəttə. İran-İraq savaşında Səddam Hüseynin 4500'ə yaxın tankı var idi. İranın Səddamın vurduğu tankların sayı 7000'i keçmişdi. Bir zaman sonra bu 10.000'ə çıxdı. Məcazi dünyada deyir, onlar qələbə çalıblar, o heç. O ermənilərin soyqırımı kimi də bu əvvəl 250 minlə başladılar. Bilmirəm bu 250 mini hardan gətirdilər. Bəlkə 49 min idi, bəlkə 51 min idi. 50 min elədilər. Sonra gördülər ki, yox, buna bir söz deyən yoxdur, oldu 500 min, 750 min. Yenə də bir söz deyən yoxdur, yenə də bunu elədilər 2 bərabər oldu 1 milyon yarım. Bilirsiniz, deyirlər də bu, bilirsiniz, onu dərə boş, tülkü deyir, onun enində, uzunda qaçır. Odur ki, İranın xəbərinə inanmaq olmur. Paşinyan da deyir ki, o şeyi bizim başımıza deyir, Rusiya gətirdi. Yəni, yalan qızışdırdı. Bəli, qızışdırdılar. Yəni, indi hələ çox şeylər üzə çıxacaq. Yəni, mənim deməyim budur ki,
burada bir yeni nizam ki, yeni dünya nizamı yaranır Orta Şərqdə. Demək, Orta Şərqin bir qismətini fakt olaraq İsrail nəzarətə götürür. Fakt olaraq da İsrail indi mesela Suriye ne olur olsun, Suriye en azı hava sahasını İsrail elden vermək istəmir. Niye? Ona göre ki oradan yol açır özünə həm Irağa həm də İrana. İndi İran qutarandan sonra Həşd-ü Şəbi gəlməlidir meydana. Həşd-ü Şəbini həll eləyəcəklər. Həşd-ü Şəbinin özünün dediyinə görə son günlərdə 150 nəfər onlardan adam öldürülür. Göydən vurublar. Yəni onu da yavaş-yavaş həll eləyəcəklər. Elə belə qoymayacaqlar qalsın. Yəni, onun üçün mən onu demək istəyirəm ki, bu yeni nizam ki yaranırdı, bu dönəmin içində demək o Birinci Dünya Savaşı kimi, İkinci Dünya Savaşı kimi hər kəs uduzanların tərəfində olduğu, özü də otomatik uduzacaq. Hər kəs udanların tərəfində olduğu, özü də otomatik udacaq. Yəni, heç savaşa girmədən udacaq. Bilirsiniz, oradan deyir, onun da əlinə bir pay çatacaq da azdan çoxdan. Bu dönəm, bu gedişatda qəbul eləyək. Yəni, biz siyasətini, məsələn, mən qəbulləmirəm bəzisi. Mən çox narahatam bu günləri, həddindən artıq narahat oldum Təbrizdə o məscidin vurulmasına. Çox narahatam, indi də narahatam. Və bu məhkumdur, bu cür olmaz. Bu böyükdə səhv olmaz. Bilirəm səhv eləyiblər. Əmdi deyil əlbəttə. İstəsəydilər əmd olar, Təbrizi şoxumlayardılar. Kim durub onların qabağında? Əmdi deyil, səhvidir. Qara Məlikdə məscidi biz bilirik ki, sipahilər, bəsicilər yığışırdı ora. Yəni bunu hamı bilirdi. Təbriz də bilirdi, İsrail də bilirdi, Amerika da bilirdi. O məscidə bir nəfər ehsan verir. Ehsan verəndə bəsicilər oradan çıxır da. Və bu fürsət olur ki, elə bir-birinə tuzaqdır da. Axşam yeməyi, iftar yeməyi. Bu bir növ tuzaq, yəni deyək, pusku və ya nə bilim, tələ. Bəsicilər görür ki, bu yaxşıdır. Bunlar gecə çıxırlar, oranı verirlər, təhvil verirlər. Cəmaat ki, orada ehsan yesin. Günahsız insanlara bomb düşür, ölənlər var. Mən çox narahatam ondan. O qəst eləyirlər, Əhməd bəy. O yəni bir plan mı var? Məsələn, sivil insanları elə yerlərə axı bu deyir, məsciddə nə gəzirlər indi bu vaxt? Ya bilirsiniz, Sepah bunu qəsdən icazə verib. Eləyə bilər deyə ki, eləməyin. Düzdür. İndi təhlükəsizlik məsələsi var da, Əhməd bəy. İndi öz aramızdır. Təhlükəsizlik sorumlusu oradakı fərmandardır, şurayı təmin əmniyyətdir. Kimlərdirsə, yəni onlar bilirlər. Məsciddir, körpüdür, oradır, buradır. Bəzi yerlər var, təhlükəlidir. O insanları denən ona niyə toplayırsınız siz? Yəni mən elə bu fürsət gəlmişkən deyim də, yəni bu çox narahat edici bir xəbərdir. Çünki bilirəm bunun düşmənlərimiz də bundan çox istifadə edəcəklər. Milli Hərəkətin düşmənləri. Ay sakit olun, rejimin yanında durun da gördünüz. Gəldilər, cəmaatı qırdılar. Bu cür danışacaqlar. Deyəcəklər ki, məsələn o rejimin məscid deyəndə gəlin yığışın məscidə, indi bu vaxta getmək olmaz. Bəli, yəni burada əlbəttə... Əhməd bəy, üzr istəyirəm, o günləri qoy bunu deyim. O günləri mən baxıram, Xarici İşlər Nazirliyinin sözçüsü Bəğay var ya, İsmail Bəğay. Görürəm ki, bu şey, neydi o çərşənbə axşamı? Çərşənbə axşamı sən 4 dənə balaca uşağı götür, qoltuğuna vur, başqasının uşağı deyə, ged otur bir yerdə, orada güya ot qalıblar, eləyirlər, uşaqlar da bunun yanında. 3 yaşında, 8 yaşında, 10 yaşında qız uşaqlarını deyən sən, kimin uşağıdır, sən hansı icazə ilə onları öz yanı var, onlardan özlərinə qoruma düzəltirlər. Sipər düzəldirlər, ləyaqətsiz insan olar. Qorxudan sipərdir.
Bilirsiniz ki, məsələn, EJ'yi danışanda Qoç günü gördünüz, EJ'yi gedib podyumda danışmırdı. Cəmiyyətin ortasında durub danışır. Onlar normal halda cəmiyyətin ortasına gedə bilmirlər. Amma özlərinə cəmiyyətdən, xalqı bəsicidir, nədir də, normal paltarda olanlardır. Ailələr yığıblar, orada danışır. Ki, bunu vursalar, orada cəmiyyətdən də ölən olsun, desinlər ki, cəmiyyəti qırdılar. Sipər yaradı. Sivil insanları vursaydılar, Əhməd bəy, indi öz aramızda Tehranda, keçənlərdə Təbrizdə cümə namazından sonra hətta hökumətin adamları da yürüyüş də keçirtdilər, o cümə namazına gedənlər. Bir dənə denən kimsə daş da belə atmadı onlara. Bilirsiniz, yəni mən bunları deyirdikdə bizə tuzak kuracaklar, bizim millətimizi qırğına verəcəklər, sonra deyəcəklər ki, göz yaşı tökəcəklər, deyəcəklər, bax gördünüz, sizinkiləri qırdılar. Çox mühümdür ki, mən də qayıdacağım söhbətimizə yine. Çox mühümdür ki, Sadıq bəy, baxın, bizim millətimiz, mən öz millətimizə danışıram, Güneyli Azərbaycanlılara. Bunlar mənim canım, ciyərimdir hamısı. Yəni, inanın, Qara Məlikdə olan hadisəyə mən çox narahat oldum. Yəni, necə deyim, o qədər narahat oldum ki, istəyirdim, yəni, qışqıram narahatsızlığımdan. Yəni, nə deyim də, indi əlimiz bir yerə çatmır. Deyək ki, məsələ, gedək orada məlumat verək ki, buranı vur, buranı vurma, o bizim işimiz deyil. Olsa da eləmərik. Bilirsiniz, ümidimiz budur ki, İsrail bu işi görməyəydi, Amerika bu işi görməyəydi, düzdür, arzumuz bu idi. Amma oldu, bu savaşda səhv olur. Bunu qəbul edək, savaşda səhv olur. Yenə də olacaq. Amma gərək bu boyda səhv eləməyələr. Ancaq onu demək istəyirəm ki, bax, millətimizə, bu günlər, bu savaş dövrü, nə olursa olsun məscidlərə getməyin. Çünki, niyə deyirəm məscidlərə getməyin? Çünki məscidlər məşhur dindir. Məscidlərə bəsicilər yığışırlar ki, orada özlərini qorusunlar. Siz gedəndə onların yerinə siz olanda səhv edib sizi də vura bilərlər. Getməyin. Məktəblərə, mədrəsələrə. Bəli. Silah toplayırlar, ora silah yığırlar. Baxın, bax. Bunu demək lazımdır da, həqiqəti də deyək. Bəsicilər bütün məscidlərə silah yığırlar, adında Xümeynidən gəlmədi. Məscid Səngərəsdir. Səngərdir məscid. Bəli. Buyurun. Yəni bizimkilər, bizim millətimiz, məsələn, nə olar ki, savaş qutarana qədər məscidə getməyin də. Namaz qılırsınız, evinizdə qılın. Getməyin məscidə. Çünki ora getdikcə bütün məscidləri vura bilər İsrail və ya Amerika. Çünki ora mərkəzi, ora Sepahın bəsicin mərkəzi olur. Bilirsiniz, mədrəsələr həmçinin, fərmandarilər, ustandarilər, bələdiyyə yerləri də, şəhərdarilər. Yəni, bu belə yerlər getdikcə təhlükəli yer olur. Oralara getməyin. Bu savaş qutarana qədər getməyin. Qoyun ölən xalqıdan, millətdən olmasın ən azı. Və ya dediyiniz kimi körpü, məsələn gördünüz bəsicilər yığışıblar bu körpünün altına, onun yanına getməyin, hər an ora vurula bilər. Getməyin ora. Onun üstündən keçməyin. Vurula bilər yəni, bilirsiniz. Onun üçün bir müddətdir də, bu neçə il çəkməyəcək ki bu. Savaş qutarana qədər millətimiz elə yerlərə getməsələr çox lazımdır, özlərinə də vacibdir. Lazım deyil, nə olacaq ki, yəni, məsələn, 1 ay, 2 ay, 3 ay, nə qədər çəksə, 2 həftə, məscidə getməsəz qaralmayacaqsınız ki. Qutar, oturun evinizdə, bilirsiniz, canınızı qoruyun. Bunu demək istəyirəm. Yəni, demək istəyirəm, bayaqki sözünə qayıdıram. Biz bu gedişatda siyasətlərini bəyənməsək də, taktiklərini bəyənməsək də, reallıq budur. Bu reallıqla biz durub savaşa bilmirik. Bizim gücümüz yoxdur. Millət olaraq biz ondan savaşa bilmərik. Onunla savaşmaq ağıllı bir iş də deyil. Çünki udan tərəfdir bu. Udan tərəflə savaşmaq ağılsızlıqdır. Bu işin sabahı da var. Bu günlər bunun əleyhinə qalxdıq.
onun əleyhinə durduq, nə bilim, mövqe tutduq. Sabah nə edəcəyik? Bilirsiniz? Onun üçün də məncə bizim hərəkətimiz düzgün yoldadır. Dövlətimiz, Azərbaycan dövlətimiz düzgün yoldadır. Biz o xətdən getməliyik. Davam etməliyik, öz işimizə baxaq biz. Mən bunu deyirəm ki, biz İsrailin bu bölgədə gedən siyasətini qəbul eləməsək də, bəyənməsək də, bəzilər deyir ki, mən bəyənmirəm. Haqqıdır, o da onun haqqıdır, mən demirəm. %100 ilə hamı bəyənsin və ya hamı bəyənməsin. Biz deyir, bəyənirəm, o da onun haqqıdır. Onu da deyə bilmərik, bəyənmir. Bunlar kənar qoyaq biraz. Deyir ki, reallıq indi budur. Bu iş olur. Biz nə eləməliyik? Bu rejim indi getdikcə dağılır. Biz nə eləməliyik? Odur ki, bu savaşın gedişatında Güney Azərbaycan məsələsi bugün qoymuşuq, danışırıq. Elə buna görədir ki, özümüzə də fikirləşək. Yəni, oturub burada Simnanın, nə bilim, İsfahanın və ya Şirazın, Kirmanın dərdini çəkə bilmərik. Bəluçistanda nə oldu, onun dərdini çəkə bilmərik. Bəli, orada da ağır işlər ola bilir. İnsan narahat ola bilər, bəzi işləri yaxşıdır, sevinə bilər. Amma biz öz məsələmizə qayıtmalıyıq. Biz nə etməliyik? Azərbaycan nə olmalıdır? Onun üçün də mən bayaq dediyimi sözümə qayıdıram. Hərəkətimiz bura qədər düz xətt tutubdur. Azərbaycan dövlətimiz də xətti düzdür. Baxın, bizim bir dənə dövlətimiz vardı. Dünya siyasətində indi getdikcə o necə məsələ deyək, balaca ölkələr bir müddət balacalığına baxmayaraq, amma söz sahibidir. Məsələn, indiki siz Portağala baxın. Portağal heç vaxt böyük bir ölkə olmayıb. Amma dünyanın çox yerini uzun müddət o dəniz qüvvələri ilə gedib işğal eləyən, oranı idarə eləyən Portağallar olubdur. Belçik nə idi ki, Belçik görün haraları idarə eləyirdi. Bilirsiniz, və ya Holland, Niderlandiya nə idi? Görün haraları idarə eləyirdi. Afrikanın yarısını az qala. Bilirsiniz, onun üçün indi Azərbaycan da getdikcə söz sahibi olur. O deyirlər, rising mid-power deyirdim, hemen keçən dəfə. Yəni, qalxmaqda olan orta güc Azərbaycanı. Və bunu getdikcə gücləndirə bilər özünü və gücləndirir də. Düz siyasəti ilə. Biz ona baxıb, onun xətti ilə biz qabağa getməliyik. Çünki bir dövlətimiz vardı, o dövlətimizdir bizim. Düzdürmü? Bunun üçün biz, məsələ qardaşımız var Türkiyə, o biri Türk dünyası qardaşlarımız var. Amma bizim dövlətimiz Azərbaycandır. Biz Azərbaycanın xəttinə baxıb, oradan biz, necə deyim, götürəcəyimizi oradan götürməliyik. Elə o da bizə baxmalıdır. O da bizə, nə deyim, mənəvi, siyasi çətir açmalıdır. Yeri gələndə hərbi çətir açmalıdır. Mən əminəm ki, məsələ, necə deyim, Cənubi Azərbaycanda misal vurmaq istəyirdim, hər hansı bir şəhər, hər hansı bir yer ağır bir təhlükədə olursa, əminəm ki, Azərbaycan dövləti əlindən gələni eləyəcək. Onun qarşısını almaq üçün indidən eləyir. Danışıqlara yəqin... Tarixi missiyadır da, yəni o... Bəli, o bizim özü deyib axı, İlham Əliyev özü deyib axı bunu. Biz ona inanmalıyıq ki, dediyini eləyir. Mən əminəm ki... Onu da deyək də, yəni prezident her zaman Güney Azerbaycan'ı bütün çıkışlarında, zirve görüşlerde, jurnalistlerle görüşlerde her zaman nəzərə alarak danışır. Hatta birinci dəfə səhv eləmirəmsə prezident seçildikten sonra ilk səfəri Fransa'ya oldu. Orada da qeyd elədi ki, mən 50 milyon Azərbaycanlının prezidenti. Yani onu təmsil eləyirəm. Yani bizim devlet temsilçiliğimiz Azerbaycan'dır. Bizim bayrağımızın temsilçiliği, bizim azadlığımızın
dövlət qurma təmsilçiliyimizin, yəni bizim haqsızlıqla, zülmlə mübarizənin də təmsilçisi o dövlət olmalıdır, o dövlətdir. Bunu bəzi görürsünüz də, yəni məsələn Rus meyilli, Rus başlı jurnalistlər, siyasətçilər, hətta məsələn belə deyək də, hakimiyyətin içində olan bəzi o bürokratik məmurlar deyim, adını bilmirəm, nə qoyum onların, onlar da anlamalıdırlar ki, yəni Azərbaycan dövləti nəyi təmsil edir? Türkiyə də onu başa düşməlidir. Türk dünyası da başa düşməlidir. Dünya da, Amerika da başa düşməlidir. Avropa da başa düşməlidir. İran, Fars, Molla rejimi də başa düşməlidir ki, bizim millət yiyəsiz deyil. Onu təmsil edən bir dövlət var. İstər istəməz dolayısı yolla bizi təmsil edən Bakıdır. Tehran bizi təmsil eləmir. Fakt budur. Mən İsrailin bu taktiklərindən, məsələn Təbrizi vurmasından narahatam, dedim bu türlü böyük səhvlər məhkumdur. Onun üstündən belə keçmək olmaz. Narahatçılığımızı da bildirməliyik. İsrail dövlət də bilməlidir ki, belə olmaz. Niyə bizim xalqa bu böyüklü səhv atıb, bomba atıbdır, ölənlər var. Bu axı düşmənin də xeyrinədir. Bizim düşmənlərimizin xeyrinədir. Situasiyanın vəziyyəti də bilməlidir axı, orada bizim millətə biriləri tuzaq qurur, bir gün Pezeşkiyanın üzərindən qurur, bir gün onun üzərindən qurur, bir gün bunun üzərindən, yəni bizim o deyil, Güney Azərbaycan təhlükə altındadır. Rejim tərəfindən, qonşu bəzi ölkələr tərəfindən, Farslar tərəfindən, opozisyon tərəfindən. İndi Əhməd bəy, bunu deyək də, məsələn, o Məryəm Rəcəvçilər yoxdur. Onlar bəluçlara pul veriblər. Bəluçların bilirsiniz də, onların o terror qruplaşmaları da var axı, silahlılar. Mən onları terrorçu tanıyıram. Kimin əlində silah varsa, haqsız yerə savaşırsa, o terrorçudur. Dəxli yoxdur kimdir o. Mən şəxsən qəbul edə bilmirəm. Onlara pul veriblər. Gedirlər dağda daşda, yalandan dururlar dağa, təsləyə, daşa, güllə açırlar. Bu da onu örnək olaraq indi Ərteşi Azadi Bəxş adıyla bir qurum meydana çıxardıblar. Əhməd bəy, sabahları bizim millətin içindən 5 dənə cavanı allatdılar. Hərəsinə $1000, $2000 verdilər. Təbrizin ortasında gəldilər bunlar terror əməliyyatına. Ateş açdılar, güya bəsici vururlar, amma 5-3 dənə bizim yazıq insanlarımızı öldürdülər. Bunu kimə yazacağıq biz? Yəni bizim üstümüzdə oyun gedir. Tək məsəl 1, 2, 3, 5 deyil. Azərbaycanda onu eləyə bilməyəcəklər, Sadıq bəy, mən deyim. Mən bayaqki sözümü qutarım, keçək o bir mövzuya, zamanımız varsa əlbəttə. Zaman yoxdur, amma bəli, sonra yenə danışalım. Zaman sizin əlizdədir. Bilirsiniz, biz İsrailin siyasətinin haqqında, Amerikanın siyasət haqqında bölgədə gedən, özəlliklə İranla bağlı hələ çox danışacağıq. Çünki yeni hadisələr çıxacaq, yeni həqiqətlər üzə çıxacaq. Məsələn, Qara Məlikdə olan məscidin vurulmasına narahatıq. Ona mən çox narahatam. Dönə-dönə demək istəyirəm, yəni bu əslən bağışlanılmaz, əfv edilməz bir məsələdir, bu böyüdə səhv olmaz. Yəni çox diqqətli olmalıydılar. İndi amma gəlin görək ki, məsələn, İsrail gəlibdir Xəzərdə, İranın Xəzərdəki gəmilərini vurub, savaş gəmilərini. Düzdür, donanmasını vurub dağıdıbdır. Hətta onun paygahını da, yəni oturduğu yeri də vurub dağıdıbdır. Hətta gəmi düzəltmə zavodunu da vurub dağıdıbdır. Düzdür. Ermənilər dağlaşma qurub. İndi mən sizdən sual soruyorum. Hamıdan belə. Bu kimin xeyrinədir? İranın Xəzərdə zəiflənməsi kimin xeyrinədir? Ermənilər görür nədir, oradan biləcəyik, Əhməd bəy. Deyir, özdə bir quzeydən gedilib oranı. Belə bir iddialar da var. O nə deyir desin. Ancaq vurub dağıdıb, düzdür. Bu ancaq və ancaq Azərbaycanın xeyrinədir.
Çünki o gəmilərlə onlar Azərbaycana lotuluq eləyirdilər. Bilirsiniz? İndi onun orada fakt olaraq dəniz qüvvətləri o qədər yoxdur. Demək olar yoxdur. Bu ancaq Azərbaycanın xeyrinədir. Biraz da Türkmenistanın. Ancaq Azərbaycanın daha çox. Çünki bu neft tərəfləri Azərbaycanda, bunlar istəyirlər deyir ki, ora bizimdir, bura bizimdir və s. Və ya Rusun orada ziyanınadır. Düzdür. Bizimki ziyanımıza deyil. Bəs bunu kimin hesabına qoyaq? Bunu da qoyuruq ki, onun müsbət tərəfidir də, düzdür. Birinci dəfə orada hərbi üzr istəyirəm, Əhməd bəy. Sözü gətirir, demənizlə. Xəzər gölü, Xəzər dənizi bir barış dənizi kimi. Orada hərbi donanma olmamalıdır. Savaş gəmiləri olmamalıdır. Amma rejim, Fars rejimi, Molla rejimi və Rusiyanın oyunu ilə gətirdilər. Hətta hərbi əlimlər orada manevrlər eləməyə çalışır. Bəli. Elədilər də. Rusiya gəldi Xəzərdən, o vaxt Suriyaya raket attı. Oradan Azərbaycan təhdid olundu. İran rejimi oradan Azərbaycanı o şeylərlə təhdid eləyirdi. Qarabağ azadlıq savaşı, ikinci savaş olanda oradan gəmilərlə İran rejiminə, limanlarına hərbi o sursat gedirdi də, düzdürmü? Və bir çox məsələlər. Yəni bizim insanlarımız da bunları görəndə o prosesin dərinliyinə getmək zorundadır. Yəni hər şey elə belə üzdə baxmaqla olmur axı. Tək o deyil hələ. Xəzərdə məsələ gəldi, oranı vurdu, dağıtdı. Tək görünən tərəf odur. Orada məsələ izləmə mərkəzini vurubdu, radarları vurubdu. İran orada onları nə üçün vurmuşdu? Kimin əleyhinə vurmuşdu? Bizim əleyhimizədir. Şimal Azərbaycan dili bizik. Mən güneyliyəm, amma şimal da mənəm. Mən özümü güneyli, quzeyli, yəni bütöv Azərbaycanın bir vətəndaşı kimi danışıram. Güneyli olduğuma baxmayaraq. Və ya məsələn, Germinin yanında, Limli kəndinin yanında, Horuzlu dağlarının başında, üstündə, orada İran gəlib izləmə radar sistemi qurubdu. Qaradağda izləmə radar sistemi qurmuşdu. Qurmuşdu da bunları, hə. Bunlar vuruldu. O radar, oradan kimə baxırdılar? Hər halda oradan İsrailə baxmırdılar. Oradan Azərbaycanın əleyhində, Rusiyanın ki izləmirdilər. Azərbaycan üçün qurulmuşdular. Və onların vurulması bizim də xeyrimizədir. Burada da bizim xeyrimizə birbaşa iş görüb də, düzdür. Sipahın vurulması, İran rejiminin bu cür əzilib səfil günə düşməsi bizim xeyrimizədir da, bu millətin xeyrinədir. Ziyanına deyil ki, bunu da deməli. Yəni biz Qara Məlikdə bir hadisə olubdur və yenə deyirəm, o bağışlanılmaz bir hadisədir. Amma onu ələm eləyib, bütün o müsbət işləri kölgəyə salmaq da doğru deyil. Bunu da demək lazımdır. Və bu gedişatda İranın belə dağılma sürəci gedir də. İndi İranda bu rejimin dağılması elə bir növ İranın dağılması deməkdir. Və ya dağılmasının başlanğıcı deməkdir. Onun üçün də bu rejimin belə bir səfil vəziyyətə düşməsi, dizə çöküb ağlayır, ancaq bir yandan da deyir ki, qorxmuram ki, vur gəlsin. Mən də vuraram, düzdür. Ancaq bu fakt budur ki, bir iş görə bilmir. O qədər getdikcə də az. Ora-bura raket atıra əvvəlki kimi deyil də. Onun üçün də deyə bilərik ki, bu da bizim xeyrimizədir. Bu gedişatda Güney Azərbaycan ancaq və ancaq özünün müstəqilliyinə fikirləşməlidir. Ancaq müstəqillik. Biz bunu dönə-dönə deyirik, ona görə ki, yox ki, müstəqillik deyə müstəqil olacaq. Ondan olmur. Amma yada salmaq lazım və oradan yapışmaq lazım. Bizim məsələmiz müstəqilliyimizdən yapışmaq olmalıdır indi. Biz eləyə bilmərik əlimizə düşən bu tarixi fürsətdən
istifadə eləyib gedək məsələn oturaq, yenə də Tehranın qapısının qırağında yalvaraq ki, biz də varıq ha, bizi yaddan çıxartmayın. Hə, biz başımızın üstündə yeriniz var, oturun. Gözəlsiniz, yaxşısınız. Əslən siz bizim başımızsınız. Azərbaycan İranın başıdır. Onu da deyəcəklər. Deyirlər də düzdür. Amma bir şey verməyəcəklər, verməyiblər. Onun üçün də öz dövlətimizdən gərək tərəfdar olmalıyıq. Yəni dövlətimizi, Güney Azərbaycan dövlətini qurmaq, milli dövlətçiliyini qurmaqdan danışmalıyıq. Onun haqqında fikirləşməliyik. Bu savaşın gedişatında, bu dağılmanın sürəcində necə deyim, bizim Güney Azərbaycanın milli fəallarının hamısı getdikcə gərək öz aralarında müstəqillik məsələsini o qədər çox danışalar, başqa bir söz dilə düşməyə. Oradadır ki, biz uda biləcəyik. Ona görə də indidən güneydəki fəallar bir-birinizdən danışırsınız, əminəm ki, danışırlar. Əminəm ki, bir iş görmək istəyirsiniz. Əminəm gələcəyə fikirləşirsiniz. Əminəm xalqın gələcəyinə fikirləşirsiniz. Vətənin, Azərbaycanın gələcəyinə fikirləşirsiniz. Azərbaycanın müstəqilliyini tutmasaz, onu əldə əvvəl tutmasaz, bilin ki, indidən uduzmuşuq. Ancaq nə qədər çox, nə qədər az uduzduğumuzu sonra görəcəyik, nə qədər ala bilmişik. Yəni bizim haqqımızın hamısını almasaq, öz aramızda da danışırıq, düzdür. Özdə çətin gəlir nəzərə. Amma çətin deyil, inanın. Bu dağılanda elə öz haqqımızı alacağıq biz. İran dağılanda. Çox təşəkkürlər Əhməd bəy. Bəli. Bizim haqqımızın... Bəli. Bunu da deyin, sonra sağollaşacaq. Buyurun. Təşəkkür edirəm Sadıq bəy. Mən onu demək istəyirəm ki, haqqımızın hamısı nədir? Müstəqilliyimiz. Orada dilimizdə, tariximizdə, ədəbiyyatımızda, öz iqtisadiyyatımızda, hər şey, öz işimiz, öz əməlimiz olacaq. Amma o olmayandan sonra biz o istədiyimizin bəlkə 1/4-nə, bəlkə 1/4 bəlkə 4/75 desək. Bəli, müsbətdir. Amma hamısını ala bildiyimiz yerdə onu almadıqsa uduzduq, az uduzduq amma. Belə deyə bilərik də, elə deyilmi? Onun üçün də biz ancaq mütləq və mütləq Güney Azərbaycanın istiqlaliyyətindən başlayıb ondan da qurtarmalıyıq. Təşəkkür edirəm. Çox sağ olun, çox minnətdaram. Mən hesab edirəm ki, çox ciddi, gerçək və millətimizin düşünməsi gərəkən mesajlar verildi. Bizi izləyən YouTube kanalından lütfen paylaşın. Fikrinizi yazın, koment yazın. Özellikle abone olun Günaz TV. Bir milletin o deyir, gelecek taleyi müəyyənləşir bu söhbətlərin içində. Bu fikirlərin və düşüncələrin içində. Düşüncələrimiz nə qədər çox paylaşılsa, bir o qədər yeni düşüncələr ortaya çıxacaq. Və biz millət olaraq ortaq fikirə, ortaq əmələ, ortaq mübarizəyə gəlməliyik, hamımız birlikdə. Sağdan, soldan saldırğanlıqlara da, hücumlara da o necə deyərlər, diqqətli olmalıyıq. Bizə ayrılmış vaxt sona çatdı. Çox təşəkkürlər. Növbəti verilişlərə qədər hələlik.